7C sinifində sahibkarlıq fənnindən bu gün 2 tapşırıq yerinə yetirmişik. Tapşırıqlardan biri xəyallarını şəkillərə çevir, ikinci tapşırıq isə biznes planının hazırlanması tapşırığı idi. Hal-hazırda burada uşaqlar biznes planının hazırlanması tapşırığını yerinə yetirirlər və qrup işi seçənlər də var idi, fərdi iş görənlər də var idi. Deməli, orada qrup halında olanlar məsələn ideyalarını bölüşürlər və ən çox potensial olanı, yəni ən çox yaxşı olan ideyanı seçirlər və həmin ideya üzrə biznes planı hazırlayırlar. Və müxtəlif suallar vermişdim ki, məsələn, həmin planın hazırlanmasında hədəf auditoriyanız kimdir və yaxud da ilkin tələblər nədir, onu necə reklam edəcəksiniz? Bu sualları yəni burada cavablandırırlar. İkinci tapşırıqda isə bu şəkillər olan tapşırıqda xəyallarını şəkillərə çevir. Deməli, ağ vərəqdə verilmiş bir sadə fiqurlara, dairə, kvadrat, üçbucaq bunlara baxacaqlar və onlar həmin fiqurları silmədən onların üzərinə əlavə etməklə rəsmini tamamlamalıdırlar. Və gördüyünüz kimi uşaqlar maraqlı bir şəkillər ortaya çıxardılar.